Baxın, təxminən 3-4 il bundan əvvəlin bir dənə sizə müsahibəsini, qısa müsahibəsini təqdim eləyəcəm. İlham Əliyev Putinlə çox, Ruslardan çox Putinpərəst idi də. İndi aralarında biraz soyuq münasibətlər yaranıb ki, bu da bir başqa mövzudur. Danışarıq o barədə. Və o zamanlar Ermənistan çox doğru olaraq demokratiya yolunu tutmuşdu. Qərbə inteqrasiya, Avropa ölkələri ilə inteqrasiya yolu aparırdı, siyasət aparırdı. Rusiyanı bizim regionundan qovmaq istəyirdi. Bu istiqamətdə zəif imkanları ilə belə mübarizə aparırdı. İlham Əliyev ona görə Paşinyanı ələ salırdı. Paşinyanı şantaj eləyirdi. Deyirdi ki, bu Rusiya düşmənidir. İndi İlham Əliyev özü Paşinyanın ardınca gedir Avropaya. Sürünə-sürünə. İndi baxın, bu bir müsahibə gətirəcəm. Paşinyan əslində hər zaman anti-Rusiya mövqeyində olub. Paşinyan haqqında deyir ki, bu adam həmişə anti-Rusiya mövqeyində olub. İndi özü anti-Rusiya çıxışları ilə özün qəhrəman kimi göstərmək istəyir. Onun partisinin adı Yolka, ermənicə. O da tərcümə eləsək çıxış deməkdir. Nereden çıxış? ODKB-dan, Rusiya ilə birlikdə bu kollektiv güvənlik təşkilatı müqaviləsindən və Avrasiya Birliyindən. O millət vəkili hər zaman Rusiyanın əleyhinə idi. Anti-Rusiya mövqeyində idi. Baxın da, Paşinyanı bu görün nəyə görə tənqid edir? Deyir, o Rusiyanı regionundan çıxartmaq istəyir. Həmişə Rusiyanın əleyhinə olub. Bunlara Allah lənət eləsin deyim, nə deyim, son vaxtlar çox lənətə keçmişəm. Gör necə siyasətə varıblar ki, mən Azərbaycana qan uddurmuş bir ölkənin başçısını müdafiə eləmək kimi görünürəm ən azı burada. Yəni Paşinyanın tərəfini tutmaqlı oluram ki, burada da bir qəbahətli bir şey görmürəm burada. Çünki Paşinyanın o apardığı siyasət doğru idi və İlham Əliyev də indi məhz Paşinyanın apardığı siyasəti aparmaq istəmir. İmitasiya eləmək istəyir. Qərbə yaxşı görünmək üçün. Çünki bilir ki, ağası Putin yıxılır. Bunun da qapısı döyüləcək. Özün qərbə yaxşı oğlan kimi göstərmək istəyir. Anti-Rusiya pərəst kimi göstərmək istəyir. Amma məşhur misalda deyildiyi kimi əl yazmaları itmir. Bu, keçən əsrdə filan da olmayıb. Bir neçə il bundan əvvəl o özü Paşinyanı şantaj eləyirdi ki, sən dostumuz, qardaşımız, sirdaşımız Rusiyaya qarşı niyə düşmən siyasət aparırsan? Niyə onu gözüm çıx deyə salıbsan? Dinləyin. Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bugünə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı bu Ruspərəst qüvvələrə qarşı inqilab etdi. Diqqət eləyirsiniz əziz tamaşaçılar. Reaksiyanız necədir? Paşinyanı aburdan salır ki, bu Ruspərəst qüvvələrə qarşı inqilab etdi. Pis iş görüb. Sağ olsun. Bütün dünyanın məqsədi Rusiyanı əhatəsinə saldığı, təsir dairəsinə saldığı coğrafiyadan qovlamaq, tərk silah eləmək deyil. Çünki bu şərdir. Olduğu yerləri iltihab eləyir. Paşinyan da bunu həyata keçirib öz ölkəsi üçün. İlham Əliyev onu bəyənmir. Ruspərəst Cumhurbaşqanlarını həbsə atdı. Ruspərəst ana müxalifət partisinin başqanını həbsə atdı. Paşinyan Ruspərəst siyasətçiləri, məmurları, prokurorları, generalları həbsə atıb. Buna görə heç özün o qədər belə qəhrəman falan göstərməyib. Amma iki dənə dılğır Rusiyanın orada agent jurnalistlərin tutduz, nə bilim, agent idi. Ona görə az qalırdınız özünüzü Sezar kimi göstərəsiz. Ki bizdə cəsarətə bax, Rusiyanın burada müxbirlərini tutmuşuq. Ondan sonra da 2 gündən sonra buraxdılar. Nə danışdılar, nə inədilər, buraxdılar. Hər şey Rusiyanın əleyhinə etdi. Rusiyanın Gazprom şirkətinə, dəmiryolu şirkətinə cinayət işi açdı. Əslində bu Paşinyana tərifdir də, görürsünüz. Görürsünüz, Ali Baş Komandan Dəmir Yumruoğlu Paşinyanı necə tərifləyir. Öz aləmində bunu tənqid sayıb. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, hangisi NATO tipli bir təşkilatdır. Onun başqanını
erməni əsli həbsə atdı. Yəni bu Soros'un sözüyle oturup duran bir adam. Bir Vəssalam. Bax, bu ikiyüzlülüyü, riyakarlığı sizin diqqətinizə çatdırmaq istədim. İlham Əliyevin Avropaya yönəlməsin imitasiya da olsa mən yaxşı qiymətləndirirəm. O baxımdan ki, ey ASTV-nin, hökumətin çirkin təbliğatına uyub, gecə-gündüz şor-çörəyin ümidinə qalıb, amma Qərbi söyən, Avropanı söyən trollar və yaxud da sadəlöv vətəndaşlarımız. Görürsünüz, bu adam özün xilas eləməkdən ötürü, kürsüsünü qorumaqdan ötürü dünənə qədər söydüyü, yamanladığı Avropa hara, biz oraya inteqrasiya etmirik. Gedir Avropanın indi liderləri ilə sarmaş dolaş olur. Onlarla şəkil çəkdirir. Bağırlarına basır. Bəs sizə nə düşüb? Bizə nə düşüb? Biz İlham Əliyevdən çox Avropaya inteqrasiya üçün çalışmalıyıq. Avropanın qara qaşına, qara gözünə heyran olmaqdan getmir söhbət. Azərbaycanın sevməməkdən söhbət getmir. Biz ona görə Avropa inteqrasiya tərəfdarı olmalıyıq ki, orada hüququn aliliyi var. Orada azadlıq var. Orada rifah var. Monopoliya yoxdur. Sərbəst ticarət var. İnsanların təhlükəsiz həyatı var. Keyfiyyətli həyat var, yaxşı əyləncə var. Qudurğanlıq yoxdur. Olanda da bu məsələlər cəzalandırılır. Bir nəfər öz yüngül bir post tutduğuna görə özünü xalqın ağası saymır. Məmurlar xalqa xidməti əsas götürür. Budur bizim yolumuz. Buna görə biz demokratiya, qərbə inteqrasiya, azadlıq deyirik. Sağlıqla qalın, əziz tamaşaçılar. Növbəti proqramda görüşənə qədər kanala abunə olub və paylaşmağı unutmayın.